Bir nəfər zəvvar aparırdı Məşhəd ziyarətinə. Deyir, mən illərdir Məşhədə zəvvar aparıram. İndi gənə yığıram, heyəti yığıram ki, indi çıxacaq Məşhəd ziyarətinə. Deyir, bir 2 gün qalıb yol çıxmağımıza mən gecə yuxu gördüm. Yuxuda gördüm Həzrət İmam Rıza əleyhissalamı. Mənə dedi ki, filan adımla məni çağırdı. Dedi ki, bəs sizin şəhərdə bir Cibgir İbrahim var. Gələndə onu da gətirərsən. Mən ayıldım yuxudan. Öz-özlüyümdə düşündüm ki, bu Cibgir, bu bir adam ki, günahkardır. İmam onu ne üçün çağırsın? Niyə imam onu dəvət eləsin? Bəzən ki, deyir ki, ziyarətlər dəvətdir. Bəzən insanın zehnində sual yaranır da. Deyir ki, dəvətsə mən, məsələn, namazım, orucum, ibadətim, hər şeyim yerindədir, təqvam yerindədir. Heç məni dəvət eləmir, filan günahkar, amma niyə dəvət eləyir? Bizim bilmədiyimiz pərdə arxası Allahın öz təqdirləri var. İkinci gecədə mən yatdım ki, o gün artıq səhəri biz yola çıxacağıq. Gənə yuxuda İmam Rıza əleyhissalamı gördüm. Gənə də mənə dedi ki, filanı, bax, yadından çıxmasın ha, o Cibgir İbrahimi gələndə mütləq gətir. Bizim İbrahimi gələndə mütləq gətir. Mən ayıldım yuxudan, düşündüm ki, yox, bu səbəbsiz ola bilməz. Mən 2 gün ardıcıl İmam Rıza əleyhissalamı yuxuda gördüm. Bir neçə saata avtobus çıxmalıdır. Mən deyir, gəldim şəhərə, axtardım. Dedim ki, bizim şəhərdə Cibgir İbrahim kimdir? Dedilər ki, o filan çayxanada oturub qəlyan qabağında həmin adamdır. Deyir, mən gəldim, yaxınlaşdım. Dedim ki, bəs Ağa İbrahim süzsüz. Dedi ki, yox, mən Ağa İbrahim deyiləm, mən Cibgir İbrahimim. Deyir, mən indi ayıbdır da birbaşa buna bu cür deyim, sən Cibgir İbrahimsən. Dedi, yox, mən Cibgir İbrahiməm. Dedim ki, səndən bir xahişim var, biz Məşhədə çıxırıq 2 saatdan sonra, bizə ilə Məşhədə gedərsən. Dedi ki, mən hara, Məşhəd hara, İmam Rızanın ziyarəti hara. Dedim ki, bəs ürəyim istəyir ki, səni mən Məşhədə aparım. Bizi ilə bir yerdə Məşhədə gedəsən. Dedi ki, axı səbəbi nədir? Mən hara, bu yol heç mənə uyğun deyil. Dedim, Ağa İmam Rızanı mən yuxuda görmüşəm, özü mənə tapşırıq verib. Ged ailə önündən sağollaş, sumkovu yığ, yola çıxırıq 2 saata. Dedim, mənim bir ailəm də yoxdur, yığası bir şeyim də yoxdur. Mən elə bu cür tüfeyle həyat yaşayıram. Mən hazır çıxaq. Çıxdıq, deyir, gəldik, deyir, indi yol gedirik. Haradasa bir dağlıq ərazi idi, bir səhra yerlərində idi, gözdən uzaq bir yer idi. Bu quldurlar o dövrdə indi, bu yol kəsənlər avtobusumuzun qabağını kəsdilər. Avtobusun qabağını kəsdilər, mindilər avtobusa. Dedilər ki, bəs siz bilirik ziyarətə gedirsiniz, sizin ilə işimiz yoxdur. Amma kimin cibində nə qədər pul var, öz xoşu ilə versin bizə. Yəni, öz xoşu ilə verməyəndən zaten alacaq. Deyir, bir hamının pullarını alırlar. Hamından nə qədər pulu var aldılar. Bu karvan rəhbəri deyir, mənim də pullarımı aldılar. Öz pulum da var, karvanın da pulu var məndə. Düşdülər, çıxıb getdilər. Tərpəndik yola, biraz ki, aralanmışdıq bunlardan. Cəmaət hay saldı ki, hara gedirik biz? Cibimizdə 1 qəpik pul yoxdur, biz hara gedirik ki? Qaydaqda da var. Həmin Cibgir İbrahim dedi ki, narahat olmayın. Kimdən nə qədər alıblar? Dedim, nə məsələ deyil, mən deyib durmuşdum pilləkanda. Bunlar kimdən nə alırdı, mən də ciblərindən çəkirdim. Oğrundan şıbıdı. Kimdən nə alırdılar, mən də deyib ciblərindən çəkirdim. Bir hər kimdən nə alıblar, qaytardı. Deyir, o karvan rəhbəri deyir, mən qəmgin olmuşam. Gəldi, dedi, sənin öz kefin pozulub. Dedim, bütün hər şeyin pulları oradadır da. Dedi, narahat olma, onlar da buradadır. Onları da mənə qaytardı. Mən başa düşdüm ki, İmam Rıza əleyhissalam bunu da çağırıbsa bir səbəbi varmış. Hamını çağırırlar, hamının çağırılma bir səbəbi varmış. Yəqin bunun da səbəbi buymuş da. Deyir, ondan sonra mən bir aramlıq tapdım ki, demək ki, bu yuxum da rəhmani yuxu idi, səbəbsiz deyil idi. Və bunun gəlişinin
böyük bir xeyri oldu ki, insanların haqqı yerinə əda oldu. Bəzi vaxtlarda görərsən ki, bəzi insanlar var ki, zahirən çox mömin kimi görsənmir, amma zamanı gəlir, elə bir iş görür, çox adamın işindən də faydalı olur, müfid olur. Ona görə deyiblər bizə ki, məsələn, insanlara yuxarıdan aşağı baxmayın. Bilmirik, hər adamın axirəti necə bitəcək, sonluğu necə bitəcək. Bugün günahkar kimi baxdığımız, bugün yuxarıdan aşağı baxdığımız insan sabah bəlkə Allah yolunda böyük bir xidməti olmuş insan ola bilsin. Və tam əksi də var. Bu günləri xidmətdə olan insanın sabah İslam'a böyük ziyanları dəyə bilər. Ki, tarix də bunların şahididir nə qədər. Deyir, gəldik, satdıq Məşhədə, hər kəs girir ziyarətə, bu İbrahim girmədi, ağanın hərəminə girmədi. Dedim ki, İbrahim, niyə girmirsən? Dedi ki, yox, mənim üzüm yoxdur, mən da günah qalmayıb eləmişəm, mən necə girim o qapıya? Dedim ki, İbrahim, əgər çağırıblarsa, demək, gərək girərsən. Dedi, yox, olmaz. Dedim ki, İbrahim, yuxumu danışım sənə. Dedi ki, danış. Dedim, ağa İmam Rıza əleyhissalam gəlmişdi, mənə dedi ki, bizim İbrahimi gələndə gətirərsən. Bir bu oturdu, ağladı. Dedi, sənə and verirəm Allaha. Doğrudan bizim İbrahim, dedi İmam Rıza əleyhissalam. Dedim, vallahi, elə yuxuda demədi İbrahim gətir. Dedi, bizim İbrahimi gətir. Deyir, ağladı, tövbə elədi. Orada dedi ki, qaydanda süz qaydım, mən qaydmıram. Zaten bir ailəm, uşağım da yoxdur. Mən elə bu qapıda qalıb nökərçilik eləyəcəm. Qaldı da hərəmdə, ömrün də orada başa vurdu. Bir andı. Bir andı, gəldi, bir əməldi, insanın həyatını dəyişdi. Ona görə bu gecə bir fürsətdir. Keçən səfərdə dedik, hamı deyir ki, bu gecə bir fürsətdir. Alimlərdən biri deyir ki, Allah bu gecə səni üçün fürsətdir. Mən gəlmişəm, mənim əlimi buraxma. Fürsət bil bugünü ki, mən gəlmişəm. Tut məni, saxla öz evində. Allahdan uzaqlaşan bədbəxt olub həyatda. Allahdan uzaqlaşanın həyatı məhv olub.